Değerli xanımlar, hər vaxtınız xeyir. Bugün sizə iynədanın necə hazırlanmasının qaydasını göstərəcəm. Əvvəlcə kardondan zolaq kəsib, karandaşla yumru halqa düzəldirsən. Sonra boşqabı qoyub dairə çəkirsən. Alt parçasının üstündə dairə eləyirsən. Dairə hazırdır. Sonra yaşıl üst parçasının üstündə dairə çəkirsən. Onda hazır kəsirsən, sonra bir-birinin üstünə qoyub iynə ilə kökləyirsən, hazırlayırsan və disk, adi disk götürüb ortasına qoyub parçanı büzürsən. Büzdük, düyün vurduq, hazır. İndi isə üst hissəsini hazırlayırıq, yenə kökləyirik. Kökləyəndən sonra bunu da yenə büzürük, kardonu içinə qoyub sintifon getdiyi qədər doldururuq. Onu da büzüb düyün vururuq. Kurjavanı narın limon vilkası ilə qəşəng büzürəm maşında. Büzəndən sonra ikisini də birləşdirib yenə möhkəm tikib dairəvi tikiş möhkəm bir-birinə yapışdırırsan. Hazırdır. İndi isə kurjavanı bənd eləyirsən kənarlarına. Onları da səliqə ilə tikirsən. Çox gözəl bir iynədan ortaya çıxdı. Məni takib edin. Zəhmət olmasa videonu da bəyənin.